konduktor işləyə-işləyə qışqıra-qışqıra kitab oxudum. Sonra üzr istəyirəm, anam, yəni atamla xəlvət məni fizikaya hazırlığa qoydu. İmtahan günüsü bəlkə də nə bilim məni tanıyar, tanımaz, o xanımdan razı olsun. O da dedi ki, yəni o da tələbə idi, imtahan verirdim. O dedi ki, olar mən sənə kömək edeyim. Ha vallahi deyirəm, Ay yəni. Allah. Dedi sənə kömək edeyim, dedim, nə olar, nə bacarsan elə. Elə yazdım, çıxdım. 25 dəqiqə çıxdım imtahandan. Mamam qayıtdı ki, üzr istəyirəm, niyə belə tez çıxdın da? Sən axı imtahan verdin. Dedim, amma hər şey yazmışam, narahatam, getdik. Gəldim yenə də işimə davam elədim, heç belə yadıma düşmürdü. İmtahan günüsü yatırdım. Mamam qayıtdı, hələ bizimki yatır, qoy görək nə olur. Gəldim Qaraqayevdə telefonla, o vaxt Eriksin telefonla imtahanı yazırdılar ki, Cavablar gəlsin. Qardaş mənə dedi ki, 250 manat pul ver. Dedim, qardaş, vallahi yoxumdur da, yəni. Mənə baxdım, Mahmudov Aləm Azərbaycan Respublikası Texniki Universitetinin avtonəqliyyatına qəbul olmuşam deyəndə, gəldim qaçırım mamama ki, mama mən üstə girmişəm, dedi, olanmaz. İnanmırlar. Bizdə qonşuda imkanlı oğlan vardı, gəldim ondan xahiş elədim ki, nə olar, səndə jurnal var da, qoy bunu anam gözü ilə görmək istəyir. Gəldim jurnalı götürdüm, həqiqətən də, amma pulluya düşmüşdüm. Hardasa 200 şirvan lazımdır ki, mənim ödənişim olunsun. Bir institutda bir 15 gün qalmış, sənə prezident İlham Əliyev prezident seçildi. Yəni qərar qəbul olundu ki, Ermənistandan gələn qaçqınlar pulluya düşübsə təmənnasız olsun. Knişkamı aldım ki, həqiqətən də qaçqınam. Gəldim universitetə təqdim elədim, universitet məni pulsuz elədi.